Salam qızlar. Bugün biz Qədirlə birlikdə bəzi dibçələrimizin qabını dəyişəcəyik. Çünki artıq onlar böyüyüblər. İstədiyi bu prosesi sizin üçün də çəkək, paylaşaq. Ya content olsun deyilir. Yoxsa yazıqlara baxan yoxdur. Məhv olub gedirlər. Yaxşı ağılla saldım ki, yenə heç olmasa bitkilərə content. Xeyr, mən onu eləyəcəydim onsuz da. Biz eləyəcəkdik onu. Amma indi content olsun deyə çəkib paylaşırıq. Yalan söylüyorsun. Bəs da bezdirmə, indi boşaram səni görərsən. Git işinlə məşğul ol. İnşallah. Neysə. Şeydəki, klondakı qız var, insan da insanda. Belə bir torpağımız var. Bunu hələ... Bəlkə o yox, bu da var. Oy. Yes, bu 50 kiloluqdur. Yox, şeydir, 100 kilo olmalı. Mən Herakla bax. Bitkilərim üçün olan bir çox ləvazimatı, məhsulu mən Temudan almışam, bir də ki Trendyoldan almışam. Məsələn, o gördüyünüz altlıq, belə deyim, xalçamı deyim, nə deyim, onu Temudan almışdım. Qıraq kənarlarını belə bağlamaq olur düymə vasitəsilə ki, yan yörəyə torpaq toz tökülməsin. Elə bu lapatkanı da. Amma torpağı əlbəttə ki Bakıdan almışıq. Maştağa tərəfdə bir Magnolia adlı mağaza var. Əsasən oradan almışıq çox yaxşı qiymətə. Bir dəfə, ilk dəfə daha belə toy olanda Nərmanovda çalışmışdıq ki, nəsə alaq. Nə bilim, dibçələri daha bahaya almışdıq, dərmanları daha bahaya almışdıq, torpağın özünü də. Amma sonradan öyrəndik, haralardan almaq lazımdır. Əsasən, baxın, bu kənd ərazilərindən Maştağadır, Bilgəhdir, Mərdəkandır. Bax, bunlardan almaq lazımdır. Ya da ki, Zirədən. Ən yaxşı dibçək güllərinin, bitkilərinin satıldığı yer bu arada Zirədir. Yəni, ən çox çeşidi orada görə bilərsiniz. Əlbəttə ki, başqa yerlərdə var. Məsələn, Magnoliyadır. Safra gülçülü çox balaca bir yerdə, amma orada da çox gözəl dibçək bitkiləri ola bilir. Burada da gördüyünüz kimi mən torpaqları, bəzi bizim bitkilərimiz var idi. Onlar qurumuşdu, onların torpaqlarını qatışdırdım. Gördüyünüz bu daş kimi məhsullarda adı yadımdan çıxdı valla. Nəsə daşdır əslində, amma çox yüngül. Mən onları da qatıram torpağa ki, torpaqda bəzi ara kəsmələr olsun və torpaqda bitkinin kökləri nəfəs ala bilsin. Ümumiyyətlə, torpaq bir neçə qarışımdan ibarət olmalıdır. Məsələn, perlit olmalıdır, ağ rəngli olur, orada da görə bilərsiniz. Daşlar olmalıdır, kiçik-kiçik, sonra torpağın özü, gübrə, torf və s. bunların hamısı olur. Bəzən, nə bilim, şam ağacı, qabığı və s. də dökmək olar. İndi baxır gülə. Gördüyünüz, baxın, bu güllərin hamısını biz özümüz əkmişdik. Dibçəkləri, bitkilərin hamısını özümüz əkmişdik. Belə diqqətli şəkildə kökləri dağıtmadan, əgər köklərdə hər hansı bir problem yoxdursa, mən xoşum gəlmir ki, kökləri belə dağıdım, qırım. Ona görə də sadəcə daşları aşağıya tökdük və torpaqda sadəcə qarışdırmaq üçün. Bu dəfə düşündüm ki, dibçəyin altına o daşları qoymağa ehtiyacı yoxdur. Çünki onsuz da su yaxşı şəkildə dibçəyə girə bilirsə, alt tərəfdən biz su veririksə, yəni fərqi yoxdur, onun altında daş olsun ya olmasın. Sözün açığı o daşın adı var, mənim yadımdan çıxdı. İndi Qədir də yatıb soruşa bilmirəm. Hə, belə bu şəkildə təmizləyirəm. Tam ortaya birinci, əlbəttə ki, dibçək artıq böyük olduğundan torpağı əlavə eləyirəm. Lazım olan su ilə əlavə eləyirəm. Sonra da dibçək, artıq bitkini biz qoyuruq tam orta tərəfə. Onu da aşağıya doğru torpağı belə sıxırıq, preşir eləyirik ki, ara kəsmələr olmasın. Torpaq yəni keyfiyyətli olsun və bitki də yaxşı böyüyə bilsin. Gördüyünüz kimi mən perlit əlavə elədim torpağa. Yəni perlit həm nəfəs almaq üçün, həm vitaminlər üçün çox lazımlıdır. Ümumiyyətlə vitaminlərlə zəngin olduğuna görə mən düşünürəm ki, perlit almaq lazımdır. Bu da gördüyünüz Defenbachia'dır. Defenbachia'mın nəsə kökləri çürüyüb. Baxın, burada da çürümüş kökləri təmizləyirəm. Amma kökləri çox da olmur deyəsən Defenbachia'nın. Bir də zəhərli bitki deyirlər Defenbachia'ya. Belə təmizləyirəm. Çox almamışdıq əlbəttə ki. Əgər Sədrə vlogumuza baxmısınızsa, orada 5 ədəd almışdım bu böyük dibçəklərdən. Amma dibçələrə həqiqətən dəyişmək işə yarayır. Bəzən olur ki, görürəm ki, bitkilər artıq inkişaf eləmir və düşünürəm ki, artıq dibçək ona kiçikdir. Sağ olsun, Qədir də bu işi görür, o da mənə kömək eləyir.
İndi bitkilər yaxşı vəziyyətdədir. İnşallah çox daha yaxşı olar. Biraz onlara qayğı göstərməyi azaltmışdım işlərimə görə. Həm işim, həm YouTube, həm Instada çəkəcəyim videolar, həm satdığı, nə bilim, satış səhifəm və üstəgəldə necə deyim sizə, əlavə dərsə gedirdim və pilatesim də var idi. Ona görə problem yaranırdı və mən baxa bilmirdim bitkilərə. Bu arada ilk gördüyünüz tökdüyüm perlit adlanır. Ağ rəngdə olan. Mən onu Temudan almışdım. Çox xırdadır. Əlbəttə ki, çox istəməzdim o keyfiyyətdə olsun. Çünki onlar daha böyük ola bilərlər. Amma siz baxın, yəni hər ölçüdə məncə var. Ən son tökdüyüm isə şam ağacı şəklində göstərdim videoda. Şam ağacı kötüyündən hazırlanmış məhsuldur. Mən əslində bu məhsulların hamısını Trendyoldan almışam orxideyalara görə. Çünki orxideyalar normal torpaqda əkilir. Əslində bir çox əkir, çox da qəşəng tutur, amma nə bilim mən çox da riskə atmadım özümü. Bu bitkilərimi də qablarını dəyişdirmək istəyirəm. Artıq bunlar məndə bəlkə də 1 ilə yaxındır ki var, amma mən heç qablarını dəyişdirməmişəm. Çox balaca, çox kiçilib qabları. Və əslində onun fərqinə vardım ki, sevdiyim bitkilər yanmayıb, sevmədiyim bitkilərə həqiqətən diqqət yetirməmişəm, qayğı göstərməmişəm və yanıblar. Gördüyünüz kimi torpaqda sadəcə normal bizim bildiyimiz belə palçıq kimi olan torpaq yoxdur. Qarışımdır. İstənilən gül mağazalarından əldə edə bilərsiniz bunu. Amma yenə də deyirəm, bu kənd ərazilərindən, kəndlərdən alsanız çox daha yaxşı olar, çox daha uyğun olar. Yəni 2 qat qiymət fərqi olur belə olanda. Biz Magnoliyadan almışıq və belə deyim də ilk aldığımız var idi. O 7 kiloqram idi, nə qədər idi torpaq. Biz ona 20 neçə manat falan vermişdik, amma sonradan Magnoliyadan alanda çox uyğuna almışdıq. Nə bilim, orxideyaları 20 manat almışdıq 20 kiloluğunu, 50 kiloluğu da deyirəm. Məsələn, orxideyaları da çalışın uyğun yerlərdən alın, 20 neçə manatlıq olan, bəzən 10 neçə manata düşür, zirə gülçülüyü də o yerlərdən alın. Yəni şəhər mərkəzlərində olan gülçülük mərkəzlərinə mən çox da güvənmirəm, çox baha satırlar. Əgər mən ucuz ala bilirəmsə, amma toplu şəkildə də çox alırsınızsa, zirə gülçülüyə, magnoliyaya və s. getməlisiniz. Yox, əgər çox almırsınızsa, bir bitkiyə görə o qədər benzin yandırmağı və yaxud da yol pulu xərcləmək məncə məntiqli deyil. Gördüyünüz kimi birinci yerləşdirirəm məhsulu torpaqdan, sonra bitkilərimi qoyuram. Bu da mənim fotoslarımdan biridir. Mən fotosları ümumiyyətlə çox sevirəm. Heyf ki, ev öz evimiz deyil. Əgər olsaydı, mən fotosları hər yana qoyardım, hər yana. Daha da çoxaldardım fotosları. Çünki fotoslar çox tez böyüyə bilən, çox gözəl görünüşə sahib olan bitkilərdir. Belə sarmaşıq deyil də, sadəcə belə uzana bilən, hava kökləri olan bir bitkidir. Ümumiyyətlə, qızlar bitkilərdən çox xoşunuz gəlirsə, fərq yoxdur, bəlkə oğlanlar da baxır bu videoya. Məncə, gedin zirə gülçülüyə, orada belə yaxşıca bir nəfəs alın. Çox gözəl bitkilər var, çox gözəl belə atmosfera var. Heç nə almasanız belə gedin orada, gəzin, baxın. Amma onsuz da bir şey alıb çıxacaqsınız, çünki qiymətlər çox uyğundur. Bəzən hətta o qədər gözəl endirimlər olur ki, mən çox bəyənirəm. Bir neçə dəfə getmişəm zirə gülçülüyə, indi olsa yeni gedərəm. Deməli, artıq hardasa bir 3 saat işdən sonra dipçək güllərinin qablarının hamısını dəyişdik. Yəni dəyişmək istədiklərimizin hardasa 10-12 arası dipçəyin qabını dəyişdik. Gördüyünüz kimi. Suvarmanı isə bu şəkildə eləyirik biz. Plastik bir qabın içinə su doldururuq. Biraz vitaminlərdən filan tökürük. Dipçəyi içinə qoyuruq ki, aşağıdan su çəksin də, yəni torpaq özünü suyu hopdursun altdan. Çünki yuxarıdan su tökəndə sırası süzülüb gedir aşağıya dərhal. Su qalmır. Amma belə su vannasının içinə qoyduqda daha yaxşı suvarılmış olur. Həm də köklər çürümür. Belə. Bu isə Cəlalənin favorit bitkilərindən biri fotosdur. Onu da bu şəkildə suya qoymuşuq, su vannasına. Burada da digər bir fotosumuz var. Yəqin ki, bunların hamısının fərqli adlandırması var, amma tipləri oxşuyur bir-birlərinə. Bu şəkildə suvarırıq hamısını.
həm ağac tipli olan bitkiləri, ağac tipli dediklərimdə drasenadır, palmadır, aracıq. Bir neçəsini suvarmışıq, bəzəqə. Bu drasenad, ağac bitkilərdən biri. Qədir sabahsı gün bütün gülləri belə suvarmışdı, su vermişdi. Bildiyiniz kimi belə üstdən su tökəndə çox asan şəkildə olur, amma su demək olar ki, içilmir. Amma demək olar ki, gül heç bir, yəni bitki heç bir suyu əmə bilmir. Ona görə də biz də bitki bütün suyu əmə bilsin deyə, absorb eləyə bilsin deyə altdan su veririk. Yəni bunu internetdə görmüşdüm və həqiqətən ondan sonra bitkilərim də çox yaxşı oyanma başladı. Amma bəzən suyu çox pis verəndə, yadınızdan çıxanda, məsələn məndə bu bir neçə dəfə yaddan çıxdı və qurumağa doğru getdi. Biraz quruyub amma düzələcək. Nəysə sonra yaxşı baxımlardan biri də bunları belə əlcəklə almışdım Temudan. Onu suya batırıb və yaxud da hər hansısa bir dərmanlı suya batırıb belə bunları silirəm. Bir neçə dənə də videosu var əslində kanalda. Sonra üstündən belə bir sprey ilə gedirəm. Bunu təzə almışam. Burada bir neçə dənə balacalar var. Bunlara dəyindik hələ ki. Bu da mən monsteram idi. Monsteram yandı. Özüm yandı bu sözünü açıqda baxa bilmədim. Bu da qədir gülümüzdür. Bu da qədir ağacımızdır. Sadəcə orxideyalardan bir ədəd orxideya saxlamışam. O da balalı olan. Yuxarıdan artıq belə bir bala verir. Normalda hamısını anama aparıb vermişəm. Ana bax qəşəng baxa bilir. Drasenalardan biri həm də buradadır. Fikus liratadır. Bizim fikus liratamız baxın aşağıdan yuxarıya doğru yarpaqları var idi. Mən buna bir müddət baxmadım. Bu YouTube və s. başımı çox qarışdırdı. Nə bilim pilatesə gedirdim, dərsə gedirdim hazırlıq keçməyə. Ona görə də bunları ihmal elədim. Türklər demiş, həqiqətən diqqət göstərə bilmədim. Ona görə də yarpaqları bir-bir düşüb yandı. Hə, maşallah 1-3 gün ərzində bu qədər yarpaq çıxartdı, təzədən qayıtdı. Belə bir gülümüz də var idi. Deməli bunu sadəcə kökü qalmışdı, çıxartmışdıq, qurumuşdu. Amma burada gördüm ki, kökü çox canlıdır və başdan nəsə çıxmağa çalışır, qurumuyub. Belə toxum kimi, zambağın necə toxumu olur, belə. Onun kimi bir şeydir. Təsəvvür edirik, biz bunu əkən kimi ögeylə əkdik. Yəni bu videoda əkdiyimizdəndir. Belə bir tumurcuğu yaranır. Sonra dollar gülümüz. Bu da yanmaq üzrəydi, düzəltdim. Bu da düzəldi. Yəni çox əslində yanırdı. Demək olar ki, bilirəm niyə görə yanırlar. Baxmamışam yaxşı, suda çox gözlətmişəm. Bunu da qabını dəyişdik bu arada. Amma düzəldəcəm. Sən qoymayacam yansınlar. Mətbəxdə biz soyuducunun üzərinə belə bir fotos qoymuşuq. Bu fotos maşallah bayağı uzanıyıb. Bunu yayda kəsəcəm. Gəlin sizə göstəreyim. Baxın. Bunun hava kökləri var. Bu hava kökləridir. Yəni siz bu bitkinin buralarından kəssəz 2-3 cm yuxarısından, kökdən 2-3 cm yuxarı torpağa bastırsaz, yəni çox qısa zamanda nəticə alacaqsınız, köklənəcəklər. Adı da Blossom Max gedir. Sonra mətbəxdə, belə qıraqda mənim belə bir bambularım. Burada dekanbahya var, girişə qoymuşuq. Baxın, burada girişdədir. Bunu da qabını dəyişdik. Ümumiyyətlə qablar çox xoşuma gəldi. Çalışacağım elə bu böyüklükdə alım. Biraz əslində biz bura o Temudan aldığım dipçək altlığını qoymuşdum. Amma Qədir nəsə buradan götürdü. Şimdi göstərəcəm. Bizim qardırob otağımıza qoydum. Hə, bu da qardırob otağı. Qədir gətirib bura qoyub. Bunlar da fokuslardır. Bu golden fokusdur. Yəni uzana gedir. Kəsdikcə də hava kökləri var. Bax bunda da. Bu amma monsteradır. Monsteranın bir neçə növü var. Bunun adı sözünü açıq yadımdan çıxdı. Baxın, belə bir deşik olan monsteradır. Maraqlı növdə əslində. Dəqiqə, buna su verib gəlir. Buna su verməyib gəlir. Yazıqda ölür, gərək buna su verib. Neysə, buna su verməyə yaddan çıxır. Buna görə də mən buna su verəcəm indi. Bir də mənim belə bir fotosum var. Bunu da gördüyünüz kimi baxın bu şkafımın rəftim nədir onun üstünə qoymuşam. Belə mətbəxdə gətirdim. Baxın belə bir qabın içinə qoyuram. Sonra siləcəm əlbəttə ki ətrafını. Belə bu şəkildə bir çox quruyub. Ona görə ağır deyil. Baxın belə üzür. Belə göstərməsi bu çox yaxşı vəziyyətdə idi. Dediyim kimi güllərimə bir müddət baxmadım deyə zayın çıxartdım. Amma əlbəttə ki artıq bunu eləmirəm. Otağına da baxın, adlaniyemalarımı qoymuşam. Əslində bu adlaniyemaları mən zirəgülçülükdən bir dənə almışdım. Bir dənə qabdaydılar. Bunlar təsəvvür eləyin. Sonra
gördüm ki əslində bir qabda 2 dənəymiş. Mən də onları çıxardıb fərqli qablara yerləşdirdim. Əslində ikisi də eyni boydaydı, amma bu çox daha yaxşı böyüdü. Bu arada yarpaqlar da çox qəşəngdir. Bu biraz az böyüdü. Başa düşmədim niyə. Dedim buna baxın. Torpağı da azalıb gördüyünüz kimi. Çox azalıb. Buna torpaq vermək lazımdır. Buna da ikisinə də verəcəm. Belə. Yəni mən sizə bunları göstərə bilərəm. Kommentlərinizi gözləyəcəm. Sağ olun.